Hamilə olduğumu bilmədən dərman qəbul etdim. Bu sualı bizə daha çox verir. Aybaşı gecikməsi təzə olan, hamiləliyindən yenicə xəbər tutan və aybaşı gecikməsinə qədər dərman qəbul edən xanımlar. Və çox narahat olurlar ki, mən filan dərmanları qəbul etmişəm, indi uşağımda qüsur olacaq, hamiləliyi sonlandırmalıyam və s. və ilaxır. Təəssüf ki, bugün dərman qəbul etmisən, hamiləliyi sonlandır deyə tövsiyə verən həkimlərimiz də var. Amma bunlar hamısı əslində yanlışdır. Aybaşı gecikməsinə qədər içdiyiniz dərmanlar hamiləliyin gedişinə təsir göstərmir. Yəni bu hamiləlik normal inkişaf edirsə, ultrasəs müayinəsinə gedirsiniz, ürək döyüntüləri var, normal inkişaf var, HCG hormonu artışı var. Deməli ki, dərmanlar təsir etməyib, hamiləliyinizdən yan keçib və abort etməyə, hamiləliyi sonlandırmağa, narahat olmağa heç bir əsas yoxdur. Çox erkən həftələrdə, yəni aybaşı gecikməsinə qədər içilən dərmanlar ya hər şey, ya heç nə prinsipi ilə işləyir. Yəni bu dərmanlar ya o qədər zədələyici təsir göstərir ki, hamiləlik ümumiyyətlə baş tutmur, inkişaf etmir. Yox, əgər inkişaf edirsə, deməli ki, hər şey yolundadır.